Bismillah, elhamdülillah, vahdahu ve salatu ve selamu ala mənə nəbiyə bə'də. Dəyərli müsəlman bacı qardaşlarım, bir möhtəşəm, əzəmətli əcr, mükafat barəsində danışmaq istəyirəm. Bu möhtəşəm, əzəmətli əcr, mükafat dilə asan gələn zikrə bağlıdır. Hədisdə belə buyurmuşdur. An Ümmü Hani'in binti Əbi Talib qalet mərrə bi Rasulullah sallallahu aleyhi və səlləm fəqalət ya Rasulallah. Hədisdə gəlir ki, Ümmü Hani bint Əbu Talib radiyallahu anha demiştir. Demiştir ki, Allah elçisi sallallahu aleyhi və səlləm mənim yanımdan keçdi. Mən ona belə dedim. Ey Allahın Rasulü, İnni qad kəbirtu və dəuftu fəmurni bi əməlin ə'məluhu və ənə cəlisə. Dedim ki, mən artıq yaşlanmışam və zəifləmişəm. Mənim oturaq halda edəcəyim bir əməli əmr et mənə. Yəni, oturaq halda edəcəyim bir əməl mənə əmr et. Allah Rasulü sallallahu aleyhi və səlləm belə dedi. Səbbihilləhə mi'ətə təsbihatin fə innəhə tə'dulu ləkə mi'ətə rəqabətin tu'tiqihə min vələdi İsmail. Buyurdu ki, 100 dəfə təsbih et. Yəni, 100 dəfə Subhanallah de. Sənin 100 dəfə Subhanallah deməyin İsmail ovladlarından 100 qulu azad etməyinə bərabərdir. İsmail ovladlarından yəni 100 qulu azad etməyinə bərabərdir. Sonra Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurdu. Vəhmədilləhə mi'ətə təhmidətin tə'dul ləkə mi'ətə fərasin musracətin mulcəmətin təhmilinə aleyhə fi səbilillah. Sonra buyurdu ki, 100 dəfə həmd et. Yəni 100 dəfə əlhamdülillah de. Sənin 100 dəfə əlhamdülillah deməyin Allah yolunda minəcəyin yəhəllənmiş və cövlanmış 100 ata bərabərdir. Sonra Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurdu. Və kəbbirilləhə mi'ətə təkbiratin fə innəhə tə'dulu ləkə mi'ətə bədənətin mütəqəllədətin mütəqəbələtin. Buyurdu ki, 100 dəfə təkbir et. Yəni 100 dəfə Allahu Əkbərdir. Sənin 100 dəfə Allahu Əkbər deməyin boynuna nişan taxılmış və Allah qatında qəbul olmuş 100 dəvəyə bərabərdir. Sonra Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurdu. Və həllililləhə mi'ətə təhlilətin. Qal İbn Xələf əhsubuhu qal təmləv mə beynəs səmai vəl-ard. Buyurdu ki, Allah Rasulü sallallahu aleyhi və səlləm 100 dəfə təhlil et. Yəni 100 dəfə La iləhə illallah de. İbn Xələf deyir ki, mən hesab edirəm ki, hədisdə belə buyurulmuşdur ki, 100 dəfə La iləhə illallah demək və səma və yeri dolduran şeydir. Yəni La iləhə illallah yerləri və göyləri mükafatın yəni dolduracaqdır. Sonra Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurdu. Və la yurfa'u yevmə izin ləəhədin əməlun illə ən yətiyə bimithli mə ətəydə bihi. Buyurdu ki, həmin gün sənin əməlini edəndən başqa, yəni kim sənin əməli edibsə, bu cür əməli edibsə, o başqa istisna, həmin gün sənin əməlini edəndən başqa heç kəsin əməli sənin əməlindən üstün ola bilməz. Yəni, sənin əməlin hamının əməlindən üstün olacaqdır. O insan istisnadır ki, sənin əməlini edəcəkdir. Yəni, bu necə də möhtəşəm bir zikirdir və möhtəşəm bir əcirdir və əzəmətli mükafatdır. Ona görə də bizim üzərimizə düşür ki, biz hər gün dilimizi bu zikirlərlə nəm saxlamalıyıq ki, yaş saxlamalıyıq ki, bu cür mükafatı əldə edək. 100 dəfə Subhanallah nəyə bərabərdir? 100 qula bərabərdir. 100 dəfə Əlhamdülillah demək 100 ata bərabərdir. 100 dəfə Allahu Əkbər demək 100 dəvəyə bərabərdir. Və 100 dəfə La iləhə illallah göylərə və yerləri mükafatı doldurur. Ona görə də daima biz
yəni bu zikirlər etməliyik. Səhər, axşam, hər səhər, axşam, yəni insanın yəni boş olan vaxtında çalışaq bu zikirləri edək ki, bu cür möhtəşəm, əzəmətli, yəni mükafatı əldə edək və axirətimiz üçün böyük azuqə toplayaq. Subhanakallahumma bihamdik, əşhədu an la ilahə ent, əstəğfiruka və etûbu ileyk.